Əgər bir il əvvəl belə bir video çəkilsəydi, mənim keçənki buraxılış balım 219 yox, hətta daha çox ola bilərdi. Amma mən bu texnikaları buraxılışın özündə tapdım və indi də istəyirəm ki, əgər sən buraxılışda həyəcana, təşvişə düşmək istəmirsənsə, bu sayacağım 5 qaydaya əməl et, nəticəsini gör. Birinci qaydamız nədir? Bir sualın üstündə çox dayanma. Yəni nə demək istəyirəm? Bir sualın üstündə çox dayanma dedikdə, sənə çox çətin gələn bir sual ola bilər. Yazırsan, sualın üstündə qalırsan. Məsələn, gəldim belə birinci sualı yazdım, 2, 3, dördüncü çətindir. Amma 5, 6, 7, 8, 9, 10 var. Dördüncünün üstündə 15 dəqiqə vaxt sərf etdim. Nə oldu? Digər 5 sual sərf etdiyim vaxtı 1 sual sərf etdim və nəticədə 15 dəqiqəlik böyük bir vaxt itkisi nəzərə alındı. Bu da həqiqətən balığa çox ciddi təsir edir. Mənim ən böyük üstünlüyüm buraxılışa yazmamda o idi ki, çətin sual gördüm, atlanırdım. Çətin gördüm, keçirirdim. Çünki nə qədər asanları yazsaq, balımız bir o qədər toplanır və nəticədə sonra çətinlərə ekstra vaxt qalır. Yaza getdin, axırda cavab tapamadın, bütün motivasiyan olur, həvəsin qalmır. İkinci, asanlardan başla. Bu da birinci qaydanı daha doğrusu dəstəkləyən bir metoddur. Asanlardan başla nə deməkdir? Deməli, bir testdə, hansısa ingilis dilində tutaq ki, qrammatikada asan da olur, orta da olur, çətin də olur. Sən əgər asanlardan başlasan, üstünlüyün çoxdur. Nə üçün? Asanlara yazdıqca özgüvənin artır və çətinlərə daha güclü bir şəxsiyyətlə girirsən. Həqiqətən. Asanlardan başlamaq həqiqətən insana böyük stimul verir və sən çətinlərə bir o qədər cəsarətli gəlirsən. Öncəlik tap. Öncəlik tap deyəndə nə demək istəyirəm? Həqiqətən çox effektiv bir üsul. Effektiv, həqiqətən. Öncəlik tap dedikdə nə deyə bilərəm? Tutaq ki, buraxılışda 3 dənə fən var. Azərbaycan dili, ingiliscə, riyaziyyat. Sən bilməlisən ki, buraxılışda hansından başlayacağam, neçə saat ərzində hansı fənni eləyəcəm, neçə saat ərzində hansını eləyib, neçə saat ərzində cavab kartına köçürəcəm. Bu sənin planın olmalıdır. Əgər buraxılışa plansız getsən, 10 dənə sual Azərbaycan dilində yazdım, ürəyim sıxılır, keçdim riyaziyyata, 20 dənə sual oradan yazdım, 3 saat, 2 saat 30 dəqiqə getdi, ingiliscə baxıram, ata getdim. Nəticə 150, 110. Sən amma 250 ballıq, 210 ballıq potensialın var. Onu korladın orada. Öncəlik tap dediyimiz buraxışa getmədən əvvəl özünə bir plan qurursan. Bu fəndən başlayacağam, sonra bu fənə, sonra bu fənə. Məsələn, mənim uyguladığım keçən 3 skala strategiyası var idi. Yəni nə demək idi? Məndə Azərbaycan dili yaxşı idi. 9-cu sinifdən bəri yazırdım. Elə belə yazsam da, əslində elə belə yazdım, nəsə də oradan keçirəm, 74 bal gəldi. Amma 9-dan bazam var idi. Əsas gücü ingiliscə riyaziyyata verirəm. Çünki özümə 3 dənə qala prioritet götürdüm. Birin zəif, ikisinin güclü. Bunlar hansı idi? Riyaziyyat, ingilis dili, güclü qalalar, Azərbaycan dili asan. Mən əgər bütün gücümü asan qalaya versəm, güclü qalalara bir o qədər gücüm qalmayacaq. Amma güclü qalalara fəth eləyə bilsəm, asan qalaya bir o qədər tez keçib və bir o qədər çox güc sərf etmədən ala biləcəyim. Dördüncü, ən yaxşı bildiyindən başla. Yəni nə demək istəyirəm? Sən əgər üst səviyyə riyaziyyat bilə bilərsən, sən C2 səviyyəsində ingilis dili, Azərbaycan dilində hər sınaqda 100 yaza bilərsən. Amma sən əgər gedib Azərbaycan dilini mükəmməl bildiyin halda, heç nə bilmədiyin riyaziyyatdan yazsan, apar tulla. Əgər yaxşı bildiyin fən yerinə başqasını seçsən, bu səfər
Sən orada çətinliklər o qədər səni sıxacaq ki, o birisi fəndə ən yaxşı bildiyin fəndə özü diqqətin həqiqətən yayınacaq. Ona görə bu fəndi sən sevirsən, ən yaxşı bildiyin fəndir. Ən çox da balı oradan gətirirsən. Deməli, birinci oradan başlayırsan. Heç hara baxmırsan. Birinci oradan o yolla gedirsən. Sonra o birilər, çətinləri, ekstra bal verənlər. Və 5. Sonuncu qaydamız. Vaxt bölgüsünü düzgün apar. Həqiqətən ən effektivini ən sona saxladım. Hətta bu bütün maddələri dəstəkləyir. Nə demək istəyirəm vaxt bölgüsünü düzgün aparda? Sən özünə qayda qoymalısan, plan qurmaq tərəf üçün. Mən başlayacağım listinkdən sonra 45 dəqiqə ingilis dili mətnləri və readingləri, qrammatikasına vaxt sərf edəcəm. Qalan 1 saatımı riyaziyyata ya da 45 dəqiqəmi. Qalan 45 dəqiqəmdə Azərbaycan dilinin qrammatikası və mətnlərini. Və oradan qalan ekstra vaxtlardan buraxılış cavab vərəqinə götürəcəm, cavabları qaralayacağım ki, sonda sən əgər hamısını yaza bilərsən, 300 ballıq yaza bilərsən cavab vərəqəsində. Amma sən onları cavab kartına köçürtməsən, heç nə. Sən məsələn 300 ballıq yazıb, deyib 180 ballıq yazsın, hamı bildir ki, sən 180 ballıq yazmısan. Nə arsan elə düzələn deyil. Ona görə vaxt bölgüsünü düzgün apar. Bir suala kilitlənmə. Ən yaxşı bildiyin yerdən başla. Öncəliyi tap, əsas prioriteti, güclü yeri. Asanlardan başla ki, motivasiyon güclü olsun. Bir də suallara çox kilitlənmə. Həddən artıq bir suala vaxt sərf etmə. Çünki o birisi sualın vaxtlarından ala bilər. Bunu sənin üçün əla və keyfiyyətli olduğunu düşünürsən, həm də fayda verici olduğunu düşünürsən, like edib abunə olmağı unutma. Həm sənin kimi şəxsi inkişafla maraqlanan, həm də maraqlananlarla bir yerdə olarsan, həm də kanalın alqoritmasını dəstəkləyərsən ki, mənim videolarım sənin qarşına tez-tez çıxsın və sən də bu videolardan yararlan. Ağılla düşünsən, hər şeyin öhdəsindən gələrsən.